Gaslighting psixoloji manipulyasiya formasıdır. Bu zaman bir insan digərini öz sağlam düşüncəsinə, hisslərinə və yaddaşına şübhə etməyə vadar edir. Gaslighting adətən münasibətlərdə nəzarət qurmaq və qarşı tərəfi zəiflətmək üçün istifadə olunur. Qadınların kişilərə qarşı tətbiq etdiyi formaya diqqət yetirəcəyik. Gaslightingin əsas məqsədi qarşı tərəfi emosional cəhətdən zəiflətmək, ona daim özündə problem var hissini aşılamaq və nəticədə ona nəzarət etmək. Qadınların kişilərə qarşı tətbiq etdiyi gaslightingə nümunə. Nümunə vəziyyət. Tutaq ki, bir kişi münasibətdə olan qadının başqa bir şəxslə çox yaxın davranışlarından narahat olur və bunu ona bildirir. Son vaxtlar filankəslə çox yaxın davranırsan, bu məni narahat edir. Sən həmişə hər şeyi səhv başa düşürsən, sən sadəcə paranoyasan, mən heç nə etmirəm, sadəcə sən öz problemlərini mənə yükləyirsən. Bu cavabda qadın kişinin hisslərini və müşahidələrini kiçiltmək, onu şübhə altında buraxmaq və nəticədə özünü günahkar hiss etdirmək üçün gaslighting edir. Kişi bir müddətdən sonra özünü sual etməyə başlayır. Bəlkə doğrudan da mən probleməm, bəlkə həddindən artıq həssasam. Bu zaman kişi öz narahatlığını ifadə etməkdən çəkinir və münasibətdə tədricən emosional nəzarət qadının əlinə keçir. Gaslightingin əlamətləri. Sən bunu uydurmusan kimi cavablar. Qarşı tərəfin hisslərini ağırlaşdırmaq, həddindən artıq reaksiya verməyə adlandırmaq. Davamlı olaraq əvvəlki sözlərindən imtina etmək. Mən heç vaxt belə deməmişəm. Qarşı tərəfi öz hisslərinə və düşüncələrinə inamsız hala salmaq. Nə etməli? Hisslərinizi ifadə etməkdən çəkinməyin. Öz müşahidələrinizə güvənin. Münaqişə zamanı reallığı təhrif edən cavablara qarşı diqqətli olun. Əgər daim olaraq özünüzə şübhə etməyə başlamısınızsa, bu manipulyasiya ola bilər. Gaslighting sağlam münasibətləri zədələyən ciddi bir psixoloji oyundur. Onu tanımaq və qarşısını almaq münasibətlərdə özünə hörmətin qorunması üçün vacibdir. Əgər istəyirsinizsə, bu mövzuda daha dərindən yazı və ya kişi-qadın münasibətləri üçün maarifləndirici məqalə də hazırlaya bilərəm.